Mərkəzi banklar tərəfindən saxlanılan valyuta və qızıl ehtiyatları ölkələrin maliyyə sabitliyinin əsas dayaqlarından biri hesab olunur. Yenabaz.com xəbər verir ki, bu ehtiyatlar dövlətləri xarici iqtisadi şoklardan, valyuta bazarındakı kəskin dalğalanmalardan, qlobal böhranlardan və pandemiya kimi fövqəladə hallardan qorumaq üçün mühüm rol oynayır. Adətən mərkəzi bankların ehtiyatlarına xarici valyuta, bank depozitləri, qiymətli kağızlar və qızıl daxildir. Son illər xüsusilə qızıl ehtiyatlarının artırılması tendensiyası müşahidə olunur. Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 20 ölkənin siyahısını təqdim edirik. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 11,4 milyard dollar təşkil edir.